Əsas xoşbəxtlik odur ki, sənə baxan insanlar heç olmasa onların təbəssümü sənə qarşı real olsun, aktyorluq olmasın, səmimi olsun. İnsan baxsın sənə desin ki, oradan da bu yaxşı insandır, bu insanla oturub duraq, bu insanla söhbət edir, nifrət olmasın. Bilirsiniz, bizim evimizi yıxan paxıllıqdır. Paxıllıq olmasa dünyada bütün insanlar xoşbəxt olardı. Əsas odur ki, mənə baxan insanlar mənim elə bil ki, icebergin yuxarısında olan xoşbəxtlığın paxıllığını çəkməsinlər. Əsas odur ki, icebergin altında olan əziyyətləri çəkmişəm. Və həmişə mənim üçün sadə insanlar, Uber sürənlər, bilmirəm, marojna satanlar, kasıb insanlar mənim insanlar.